Əjdahalar salam. Ən çox mənə olan suallardan biri o olur ki, bəs bu süni intellektdən istifadə edirsənmi? Və ya intervyuya da daxil olanda orada da sual verirlər artıq ki, süni intellekti necə öz işinə uyğunlaşdırırsan? Hal-hazırda mən öz layihələrimdə GitHub Copilot-a aylıq $10 ödəyərək alıram. VS Code-a onu qoşuram agent mod ilə və hansısa bir misal üçün kodu yazıb qutarandan sonra orada misal üçün özüm də deyirəm ki, faylları sort elə, misal üçün optimization-la bağlı nə tövsiyə edə bilərsən, ya da hansısa bir lazımsız renderlər baş verirsə, götürür React Memo-dan istifadə edir, hesablamaları daha da səliqəyə salır falan. Backend layihəsi isə Node.js-lə daha da yaxşı şəkildə funksiyaları bölməyə çalışır və s. və ilahir bu şəkildə və Copilot-u orada istifadə edirəm. Claude AI istifadə edirəm. Claude AI-dakı yoldaşlarla bir yerdədir. Bu istifadə edirik və bu bizə kömək edir ki, biz işimizi daha da sürətləndirək. Təbii ki, bunu bilmək üçün də sən müəyyən savadı toplamalısan. Süni intellekt çox vacibdir layihələrdə. İstifadə edin, özünü inkişaf et, amma ki, savad bilik də qaydasında qalmalıdır ki, sabah intervyudansa bir alqoritm məsələ verəndə qalıb üzərinə baxıb deməyək ki, zaten mən bunu atardım, süni intellektdə eləyəcəkdir, yəni sənə nə lazımdır. Yəni özümüz də bilməliyik ki, nə necə işləyir, nə necə olur. Bu şəkildə. Hörmətlər.